Deməli dostlar, bu gün günlərdən nədir? Bu gün günlərdən aprelin 10-u saat 7-nin yarısıdır və yenə bu plaket üstündə çalışırıq. Mən hardayam? Evimdəyəm, evimin terasındayam. Təzə ev tutmuşam Yasamalda. Alatavada daha doğrusu, yəni bura belə mənzərəsi var, o tərəfdən də mənzərəsi var. Ətraflı ev bloğu gələcək. Bu günlərim nəyə bölüşəcəyik dostlar? Bu günlərim onu bölüşəcəyik ki, bir işə başlayanda hansı təcrübəyə sahib olmaq lazımdır və ya hansı səviyyəyə gəlmək lazımdır və yaxud da ki, necə eləmək lazımdır ki, bir işdən nəyisə daha az batırasan. Belə bir şey var. Ümumiyyətcə, batırmadınsa nəyisə, yəni loru dildə poxa düşmədinsə, bu işdə təcrübə yığa bilmirsən. Yəni gələcəkdə görə biləcəyin professional işlərin heç birində də, yəni o qazanmadığın təcrübəni ora yansıda bilmirsən. Ona görə mən özümdən məsələ çəkim. 2020-ci ildən ticarət araşdırıram, edirəm, batıram, nəsə yoxlayıram. Amma son 2 ildir mən düzgün çörək qazanıram. Bəlkə son 2 il yarımdır deyə bilərəm. Bu sahələr nədir? eBay dropshippingdən başladım, eBay dropshipping elədim. Sonra Amazon arbitraj eləməyə çalışdım. Sonra Amazon FBA elədim. Amazon Private Label FBA elədim. Avstraliya, Singapur bazarında satdım və ondan sonra ən sonda son 1 ildir Shopify ilə məşğulam. Və mənim məsləhətim nədir? Mənim məsləhətim odur ki, eBay hardasa gördürülə bilir, ola bilər, amma hamı üçün risklidir. Sonra Amazon hardasa gördürülə bilər, olar, amma hamı üçün risklidir. Yəni burada sizin batırma olasılığınız, yəni batırmağınız daha sürətli olar, belə deyərəm. Yəni bir işdə, bir biznesdə pis nəticələnmək daha sürətli olacaq. Siz də əgər eBay-dan, Amazondan başlasaz. Niyə? Çünki bu sahələrdə biraz daha çox pulla təcrübə yığılır. Yəni siz hansısa bir məhsulu test eləmək istəyəndə, gəlin mən bunu Amazondan nəzər çəkim. Mən Amazonda test eləmək istəyəndə məhsulu, mən baxıram, rəqiblərin satışına baxıram, o bazarın potensialına baxıram, nə bilim, nişin axtarışına baxıram. Yəni hər şeyi araşdırıram. Və qərara gəlirəm ki, məsələn, mən bu məhsulu göndərim, yoxlayım. Mən bu məhsulu göndərirəm. Fərz eləyək ki, mən kiçik bazarlarda təcrübəm var, Singapurdur, Avstraliyadır. Amma yəni orada yaxşı təcrübəm var. Yəni fərz eləyək Avstraliya. Avstraliyaya sən 100-150-200 dənə stok göndərsən, o məhsulu reklama çıxsan ya giveaway eləyib məhsulu paylasan ki, o nişdə rankda qalxasan yuxarı, feedback yığasan, yəni biraz belə şeylər xərcləyirsən və görürsən ki, satmır. Satmırsa artıq geri dönülə biləcəyin bir şeyin yoxdur. Niyə? Sən burada tədarükçiyə bəlli bir miqdar pul vermisən, bunun kargosuna bəlli bir miqdar pul vermisən, ölkəyə daxil eləmsən, Amazon deposuna daxil eləmsən və görürsən ki, yox, bu iş batdı. Yəni satmırsansa satmırsan. Ya ziyanla satasan, ya satmayasan, amma Amazonda bütün mallarımızı satıb çıxmışıq. Ziyanla, yəni satmayan malları belə satıb qurtarmışıq, orqanik də satıb qurtarmışıq. Və ona görə burada təcrübə yığmağınız sizin üçün baha başa gələcək. Yəni bir məhsul, 2 məhsul, 3 məhsul, birinci məhsul $2000, ikinci məhsul $800,000, üçüncü məhsul $3000, $5000. Belə reklamına pul, ona pul, məhsula pul, yəni satış potensialını bilmədən, yəni real satmadan, satış potensialını bəlkə rəqiblərdən bilə bilərsiniz, amma satış potensialını siz özünüz görmədən, yəni satış eləmədən bilmirsiniz bu məhsul satacaq ya yox. Ona görə burada sizin biznesdə uğursuz olmağınız daha sürətli olur. Amma Shopify isə fərz eləyib bir məhsul yoxlayacaqsınız. Gəlin deyək ki, bu açıqı, nə bilim, video çəkilir falan filan. Bu məhsulu nə edirik? Bu məhsulun videolarını hazırlayırıq və ya oğruyuruq videolarını və ya kopyalayırıq. Bu məhsulun əslində mənim strategiyam necədir? Mən birinci məhsulu bəyənirəm. Bu məhsulun rəqibdə satış qiymətinə baxıram. Görürəm rəqibdə satış qiyməti nədir? Ondan sonra bu məhsulun tədarükçisini axtarıram. Tədarükçisindən məhsulu tapıram. Yəni mən artıq rəqibdə qiymətinə baxıramsa, artıq bu məhsul mənim üçün ideal məhsuldur. Ondan sonra baxıram bunun tədarükçisi mənə neçəyə verir, toptancı neçəyə verir. Görürəm ki, bu satış qiymətindən bu, məsələn, fərz eləyək ki, məhsul 1000 TL-dir. Mayası topdan mənə verirlər 250 TL-yə, məsələn. Burada nə qədər qalır? 750 ara qalır. Və mən fərz edirəm ortalama təcrübəmə görə ki, 1000 TL-lik məhsula ortalama ən pis ehtimalla 400-300 TL arası alış-veriş başına reklama pul xərcləyə bilərsiniz. Yəni ən pis ehtimalla. Bəlkə də elə ehtimal olar ki, 500.000 civarında ola bilər, amma yəni pis ehtimal mənim üçün 400-400-dən yuxarıdır. Yəni metr rəqəmi 400-dən aşağı bəlkə kar buraxa bilər. Görürəm ki, bu mənim üçün
sərf eləyər. Mənim 150-200 TL karqomdur, 1000 TL satış qiymətimdir, 200-250 TL mayamdır. Maksimumda 150 TL ilə 400 TL arası reklamı tuturam. Amma məhsuldan məhsula, rəqabətdən rəqabətə fərq var. Hə, mən belə eləyirəm. Ondan sonra nə edirəm? Məhsulun veb saytını yığıram, heç məhsulu tədarük eləmirəm, məhsulu almıram, məhsulun sadəcə şəkillərini falan hazırlayıram. Ondan sonra məhsulun kreativlərini hazırladım, Instagram səhifəsi açdım. O məhsulda çıxıram reklama. Reklama çıxandan sonra İlk bir gün, 2 gün baxmıram. 3-cü gündən sonra əgər mənə yaxşı nəticə vermirsə və mən bu arada kreativ yoxlayanda, yəni videolar yoxlayanda, videolar reklama çıxanda 1, 2, 3 video ilə yox. Yəni çalışdığım qədər 5-50, 10-arlı şəkildə videolar şey edirəm. Çoxaldıram. Yəni 5-10 video ilə yoxlayıram, fərqli-fərqli. Mən daha çox buraq gedirəm bu arada. Yəni nəzərinizə çatdırım. Yəni mən auditoriyaya daha çox girmirəm və bu dəqiqəki hal-hazırda Andromeda yenilənməsi də bunu tələb eləyir. Amma yenə də auditoriyaya girənlər var və biz də arada auditoriyaya girik. Və əgər həqiqətən mənə sifariş gəlirsə, 10, 15, 20 sifariş almışamsa, məsələn, biz son yoxladığımız binətdə 40 dənə sifariş aldıq. Və əlimizdə mal falan yoxdur. Hələ də o malı tədarük eləməmişik, çünki hal-hazırda başqa markamızın üzərində yeni alternativ mallar yoxlamağa çalışırıq, əlavə eləməyə çalışırıq. Və mən məsələn yoxladım, 40 dənə satış aldım, 200 neçə dollar reklama xərclədim və bir neçə günümü xərclədim kreativ hazırlamağa, videolar hazırlamağa və Instagram səhifəsi yığmağa, Shopify-ın hazırlanmasına falan biraz vaxtımı xərclədim. Və məhsulu test elədim, məhsul tutdu. Və indi mən nə etməliyəm? Bu məhsulun almalıyam, müştərilərlə danışmalıyam, təzədən reklama çıxmalıyam və kreativlərimi daha qəşəng eləməliyəm. Yəni burada nəticə nə oldu dostlar? Burada nəticə oldu ki, siz bunu eləyəndə bir məhsulu maksimum zaten şirkət falan məsələlərini demirəm. Yəni mən burada sadəcə məhsul testindən söhbət gedir. Şirkət falan təbii ki açmalısınız, sıfırdan başlayırsınızsa. Amma şirkətiniz var, ödəməniz var, hər şeyiniz var. Məhsul testinə maksimum 250-300 dollar ən pis ehtimalla pul xərcləyirsiniz yoxlamağa. Ki bu məhsul satır ya satmır. Yəni 1000 dollar əgər sən məhsul testinə ayırmısansa, 1000 dollardan 5 dənə məhsul yoxlasan 200 dollardan deyək ki, yəni o 5 məhsuldan ən az 1-2-si tutacaq. Yəni ən pis ehtimalla bir məhsul sənə uğur gətirəcək və o məhsulun tədarük eləyəndən sonra, o məhsulu satışını gerçəkləşdirəndən sonra o xərclədiyin qalan 800 dollar var idi 4 dənə məhsulun testinə. Onu da çıxararsan, hamısını çıxararsan. Bir də gördün ki, elə satış eləyəsən ki, vəbşi çatdıra bilmirsən. Əlində stokun qutarır, reklamları dayandırırsan ki, o da pul 10 günə, 15 günə gələcək. Mən çatdıra bilmirəm, mal yoxdur, mal qutardı falan filan. Bu proseslərdən qalırsınız eləməyi. Yəni dostlar, bu videomuzda nə oldu? Hansı platformalarda risk necə edilir və riski necə azaltmaq olar? Yəni ən az pulla, yəni 150, 200, 250, 300 dollar civarlarında test edə biləcəyiniz ən yaxşı yer, platforma Shopify platformasıdır. Meta, Facebookla. Yəni ən az büdcə ilə uğurlu məhsul tapmaq yöntəmini ancaq bununla eləyə bilərsiniz. Amma Amazon, eBay eləsəniz, eBay-i heç vəbşə nəzərdə tutmuram. Mən eBay-dən zəhləm gedir, deyim biləsiniz. Amazon da bunu eləmək istəsəniz, Amazon da sizə çox baha başa gələcək. Bəlkə də bir məhsul sizə 1500-2000 dollara başa gələcək. Amma bu həqiqətləri sizə heç kim demir. Çünki bu həqiqətləri sizə deməməklərinin səbəbi odur ki, bu insanlar bu həqiqətləri sizə desə, bu özləri pul qazanmayacaqlar. Çünki bunlar deyir ki, hə, mən 2000, 3000, 5000 dollar reklam testi eləyənəcən, məhsul testi eləyənəcən, məhsul test elə satar ya satmaz, ondan sonra başla profit eləməyə, reklamına pul xərclə, nə bilim, marketinginə, feedback yığ falan filan, nəm giveaway elə. Yəni bu dəftəri çəkəcəyinə nə edirlər? O riskə sizə atırlar, ona görə də bu problemləri demirlər sizə. Ki, sən bax, bir məhsulun testi, bu uğursuz olsa, sənin 2-3 min dollar pulun varsa, bir məhsul yoxladın, ikinci məhsul yoxladın, tutmadısa, sən getdin qaqaş, yəni başqa pulun yoxdur, o məhsul satmayacaq. Və ya ziyanla satasan o məhsul və 40 gün, 50 gün onun pulu gəlib sənə satacaq. Yəni ona görə bu həqiqətləri sizə demirlər. Çünki onlar sizdən pul qazanır, kurs satırlar, qazanc belə əldə edirlər, ən asan üsul, yəni 1, 5, 10, 20 adama satırlar, 400, 500, 1000 manatdan, 1500-dən, 300 manatdan, 200 manatdan özləri üçün marketinq edirlər, satırlar və dolanırlar Bakıda. Yəni çünki Azərbaycanda, Bakıda ən pis, yəni 300 manata kurs satsınlar, 10 nəfərə satıb 3000 manat, yenə də yəni orta statistik maaşdan yuxarıdır. Yəni qəşəng dolana bilərsən Bakıda o pulla. Amma biz nə edirik dostlar? Mənim kurs satmağa ehtiyacım yoxdur. Çünki mən həqiqətən o pulu qazanıram və dolanıram. Mən Türkiyədə idim, təzə gəlmişəm, bir 3-4 gün olar gəlmişəm. Gələn kimi özüm üçün ev tutdum. 60 kvadrat terasımdır, 100 kvadratda evin içidir, 3 otaqlı evdir.
Amma nə bilim dostlar, bilmirəm, yəni nətər izah eləyə bilərəm. Əsas odur, fikirlərimi hər gün çalışacağam, ağlıma gəldikcə belə papıdı random girim, belə danışım. Öpürəm sizləri, müğayət olun, çalışın, düzgün bazar seçin, düzgün öyrənin və həmişə öyrənin. Öpürəm, sağ olun, salamat qalın.